Bugünkü xəstə EUS xəstəmiz 7-8 ay bundan qabaq düz bağırsaq xərçənginə görə əməliyyat olunmuşdur xəstə və bu gün təkrar müayinə zamanı xəstənin polipoid bir lezyon əmələ gəlib. Əgər xərçəngdirsə, bu həmin xərçəngin qiymətləndirilməsini öyrənməliyik. Bunun üçün EUS müayinəsi aparılacaqdır. EUS müayinəsi miniprop vasitəsilə aparılacaqdır. Nazik bir alətdir. İçində mexaniki bir ultrasəs dalğaları əmələ gətirən bir alətdir. Onun hesabına biz bağırsağın içində olan deməli törəmələrin bütün divarlarını müayinə edə bilirik və yeni əmələ gəlmiş törəmələr hansı qatda əmələ gəlir və hansı qata keçməsini burada qiymətləndirmək mümkün olur. Burada bizim ölçmə imkanlarımız da var. Hardasa 5 santimə yaxın olan bir törəmədir. Hazırda düşüncə olaraq biz burada polip kimi dəyərləndiririk. Təbii ki, reaksiyaların nəticəsi və EUS-un görüntüləri birlikdə bir təsəvvür yarada bilər ki, bu törəmə nədir?